Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Biz bugün milli kimliyin formalaşmasında ana dilinin rolunu müzakirə edirik. Qonağım tanınmış yazıcı, publisist, əməkdar jurnalist, şərqşünas alimimiz Fazil Güneydir. Fazil müəllim, xoş gəlmisiniz proqramımıza. Çox sağ olun. Bir millətin milli kimliyinin formalaşmasında, tarixi yaddaşının, milli yaddaşının var olmasında, davam etməsində dilin rolu nədən ibarətdir? Ən böyük rolu dil götürür özü. Əgər dil yoxsa, demək o millət də yoxdur. Dilin də elin gücü dilindədir. Yəni bir el, yəni indiki Ərəbcə desə bir xalq varsa, onun birinci nə ilə tanınır? Onun dili ilə. Elin gücü yəni dilindədir. Dilin də gücü dövlətindədir. Dövlət olandan sonra o dili bu gəlişdirir, genişləndirir, yayır. Yayır deyəndə heç o ətraf kiçik dövlətlər, xalqlar bunun dilində başlayır danışmağa. Məsələn, götürək, ərəb və rus dillərini götürək, misal. Ərəb dili Sami xalqlarından ən geridə qalmışım bir ərəblərin dili idi. Amma Quran-ı Kərim gələndən sonra bu başladı gəlişməyə, yəni inkişaf eləməyə başladı ərəb dili. Harun ar-Rəşid hətta bizim indiki dillə desək dərnəklər, yəni bir akademiya kimi yaratdı və bütün dünya dillərində olan bu kitabları, əsərləri çevirtirdi ərəb dilinə. Burada geniş müzakirələr getdi dilçilik haqqında. Və hətta deyirlər ki, adı keçir mənbələrdə, amma tərcümə özü yoxdur. Dədə Qorqudda Dəli Domrul boyun da tərcümə elətdirir bu. Həmin dövr. Amma onun gəlib çatmayıb. Adı gəlir ki, bu tərcümə olmaz, o da gəlmir. Siz həm də şərqşünas alimisiniz. O zaman belə deyək, dediniz ki, Quranı tərcümə elətdirir və ondan sonra ərəb dili inkişaf elədi. Hətta belə deyə bilərim ki, İslam yaranandan sonra əslində ərəb dövlətçilik modelinin təməlində oldu. Ərəb dilini həm inkişaf elətdirdi, həm də bununla bağlı ərəb dövlətlərinin yaranmasına da səbəb oldu. Bu təbii, sonra da dövlətlər yarandı. Əvvəl olanda öncə yoxdur, ayrı dövlətlər olsun. İslam ümməti və Məkkə, Ərəbistan olmaqla, yəni mərkəz orada oldu. Amma bizim dilimizə də, bax, türk dillərinə də bir ərəb dilinin özünün təhdidi var. Yəni biz həmişə dilimizin danışanda görürük ki, onlara müxtəlif xalqların dilləri həm də bizim dilimizə çox böyük təsir olur. Ərəb dillərinin təsirində də biz uzun müddət qalmışıq. Bugün də davam edir. Çox böyük. O da İslamla bağlı olub. İslam ki, qəbul edilenden sonra istər biz, istər türk xalqları bunlar onu qəbul edən sonra yazı ərəbcə, Quran-ı Kərim ərəbcə, məntiq və bir növü zorən diplomat kimi, yəni belə bu dili öyrənmək və bizim dillərdə onun əsasında gəlişdirmək, inkişaf etdirmək. Əlifba olandan sonra hamı o dildə o əlifba ilə yazmağa başladı və o dilçilik nə cür deyək, bilim adamları olanda bunlar ərəb dilini əlbəttə yaymağa başladılar, onu təbliğ eləməyə başladılar. Bir də ki, təbliğdən başqa insanlar Quran-ı Kərim dilidir, bu dili başladılar. Müqəddəs dil. Müqəddəs dildir, bu dili başladılar. Biz 19-cu əsrin ikinci yarısına başlayır, Axundova qədər, sonraki dönəmdə Mirzə Cəbrillə, sonra bizim o aydınlarımıza qədər dilimiz daha çox ərəb, fars dillərinin işğalı altında idi. Onlar bir müddət onu təmizləməyə cəhd elədilər. Siz də bu proses davam eləməlidirmi? Biz ərəb, fars dillərindən yenə də istifadə edirik. Dilimizin böyük bir qismi o dillədir. Çox incə bir mətləbə toxundunuz. Proses davam olunmalıdır. Yəni o zaman ərəb dili İslam gələndən sonra türk dili, türk dilləri, Urxoyun Yenisey abidələri elə bir ki dayandırıldı. Və başladılar bu tərəfə götürməyə, yəni ərəb dili əsasında dilçilik elmin belə formalaşdırmağa. Amma 19-cu əsrdə bu Avropalılar ki,
texnoloji cəhətdən inkişaf elədilər Bəli. və dünyada sözlərini dedilər və istər-istəməz bizdə də bu təsirini göstərdi. Biz də artıq Avropa dövləti tərəfindən, Rusiya tərəfindən işğal olunmuşduq. Və bundan sonra bizdə də başladı bu proses. Dildə, yəni elə bir ki, xalq millət öz dili uğrunda mübarizəyə qalxdı. Ona görə ki, Rusiya alandan sonra Qafqazı başladı o Rus dilin. O zaman dilimiz 20-ci əsrin əvvəlində bolşeviklər gələndən sonra artıq ərəb-fars dilinin təsirində idi. Ondan təmizlənməyə gedirdik. Artıq indi də Rus dilinin təsiri altına düşməyə. Elə də bu proses hələ də davam edir. Elədir. O vaxtları, yəni ərəb dilinin elə təsir altında idi. Yəni təkcə 19-cu əsr, yox 20-ci əsrdə təsir altında idi. Amma ki o milli ruh göğü yüksələndən sonra dil uğrunda başladılar Cumhuriyyət dönəmizdən danışırıq. Mübarizə aparmağa. Cumhuriyyət dövründə ondan əvvəl də o bizim ziyalılar, yazarlar öz dilimizdə də yazırdılar, bilirdilər. Və ümumiyyətlə o xalq həmişə öz dilini saxlayıb. Bizim bayatılarım 12-ci əsrdə, 13-cü əsrdə nağıllarımızı, nağıllarımızı, o da dil saxlayırdı o. Kütlə xalq saxlayırdı. O savadlı tərəf, o zümrə ki vardı ki, bunlar savadlıdılar. Onlar elə inkişaf eləyə əvəzinə xarablayırdılar. Onlar dili saxladı. İndiki nağıllara bax, neçə üzüldü yaranıb, eyni şey kimidir. Orada alim demirdilər, bilici deyirdilər məsələn. O nağıllarda, dastanlarda bilicilər. Dilin kökündən də. Bəs bizim dilimizə təhdidlər həmişə bu proses davam edir. Bu günün özündə də dilimizə qarşı təhdidlər var. Hakim xalq, hər bir xalq istəyir ki, mən bayaq dedim, dövlət. Yəni dilin gəlişməsinin, inkişaf eləməsində dövlət böyük rol oynayır. Götürək o bizə indi hamının 19-cu əsrdən başlayaraq Rusca danışmaq, yazmaq, Rus dilini götürək. Ruslar kimdilər? Ruslar şimaldan gəlmiş o tayfalar vardı. Onlardı, gəldilər, işğal elədilər. Cənubi Qafqazı, daha doğrusu Gürcistan, Ermənistan işğal eləyəndən sonra o Slavyan xalqların başladılar onların dilində danışmağa. Yəni İrəvanda dövlət vardı. O dövlətin kişilərin öldürürlər, evlərdə onların arvadlarına və başladı idarə eləməyi. Cənubi Qafqazı Rusiya. 18-ci əsrdən sonra gələndən sonra ona təsir elədilər. Yox, o lap əvvəldən olmuşdu. Rusiya necə yarandı? Ukraynanın Kiyev alanından sonra onlar kişiləri öldürdülər, evləndilər onların qadınlarına və başladılar Kiyev dövlətin idarə eləməyə. Kiyev Rus sözü sonra yaranıbdır. Kiyev Rus dövləti yaratmışlar, hər halda bilir. Kiyev, onda heç Rus yoxdu, sonra yaratdılar. Rus bir tayfadır onlardan. İndi biz o tarixin o mərhələsinə getmirik. Bax, Rusiya imperiya olandan sonra ətrafdakı hətta Qafqaza da təsir göstərməyə başladı və bunun əsas elementlərdən biri dil faktoru idi. Dillə təsir etməyə başladı. Bunlar öz dillərin, yəni o Slavyan dillərindən ayrılmış və Rus adını da özləri qondarma qoymuşlar. Onu başladılar inkişaf elətdirməyə, gəlişdirməyə, kitablar yazmağa, ondan sonra dövlət strukturunda bu dildə hamı danışmalıdır, yazışmalıdır, hər şey belə. Yəni bu dövlət bu dili, yaranmış oradan dili inkişaf elətdirdi. Əgər bu dövlət olmasaydı, Rus dövləti, Rus imperiyası, bu dil heç yaranmayacaq da inkişaf eləməyəcək. Bəs onda bax, biz 30 ildə artıq müstəqillik, 30 ildən çoxdur. Biz o Rus dilinin təsirindən qurtara bilirikmi? Bax, bugün də yenə biz deyirdik ki, Sovet vaxtı hara gedirdik, Rus dilində danışırıq. Bugün də bizim şəhərin mərkəzində gedəndə artıq Rus dilində danışanların kütləvi şəkildə onlara rast gəlinir. Və bu qurtara bilirikmi bunların ümumiyyətlə Rus təsirindən? Yox, hələ qurtarmamışıq, hələ. Bunun səbəbi nədir sizcə? Birinci səbəb budur ki, bizim
məktəblərdə bir səbəbi müəllimlərimiz Azərbaycan dilində dərs deyən müəllimlərimiz zəif idilər. Amma rus dilində deyənlər onlar hazırlıqlı, bacarıqlı idilər. O vaxt Sovet dövründə. Ona görə ki, Sovet dövləti, Rus dövləti buna şərait yaratdı, bu imkan verdi, onları şirinlikləndirdi və qabağa çəkirdi. Və buna görə də hamı uşaqların bilinməyə məişət şəraitinə deyirəm, Rus məktəbinə qoyurlar ki, orada oxuyacaq uşaqlar. Bəs bu prosesin bugün də davam etməsi bizi ziyalı kimi narahat eləmirmi? Onu mən çox narahat eləyir və çox düşündürür və onun üçün də görürsən o düşüncü ilə, o qafa ilə olanlar bugün də onu davam elətdirirlər. Məsələn, mən bir nəfər demişdim ki, niyə uşağı qoyursan Rus məktəbinə? Deyir, mən ona kömək elə bilməyəcəyim. Mən Rusca təhsilim almışam və mən ona uşağa kömək eləməliyəm də o dərsində. Mən o Azərbaycanca bilmirəm. Ona görə də mən başlayıram bu dildə olanda mən ona kömək elə biləcəyim dərslərində. Belə bir məntiqlə İndi bax, dediniz ki, elin gücü dilindədir. Dilin gücü onun dövlətindədir da, belə bir şeydir. Mən müqayisə üçün deyirəm, burada məsələn qonşu Gürcüstanla müqayisə eləsək, biz həm ana dilimizdir bizim, həm də biz dövlətin dili Azərbaycan dilidir. Gürcüstanda da Gürcü dilidir, dövlətin dili bugünkü Gürcü dilidir. Və Gürcülər, hətta oradakı Azərbaycanlılara, bizim soydaşlarımıza da, hətta uşaq bağçasına gedəndə belə dövlətin dilində, yəni Gürcü dilində təhsil almağa məcbur eləyir. O zorundan. Onu artıq qanuniləşdirib. Deyir ki, bu Gürcüstan dövlətidir və burada Gürcü dilində, bağçaya da Gürcü dilində getməlisən. O zaman buna kim nəzarət eləməlidir? Bax, bu dil məsələsində. Bizim həm də ana dilimiz, öz xalqımızın dili olmaqla yanaşı, həm də dövlətimizin dili Azərbaycan dili. Dövlətin dilidir. Biz elə Gürcülərdən örnək götürməliyik. Ona görə ki, uzun müddət bütün o Qafqaz xalqları öyrəşiblər. Yuxarıdan təzyiqlə bu iş eləsinlər. Bizdə də elə bir şey olmalıdır, onda hamısı başlayacaq düz yola gəlməyə. İndi bu dillə bağlı dövlətin də qəbul elədiyi qanunlar var da. Dövlət öz tərəfindən qoruduğu dillə bağlı prezidentin də o gün bax bu yaxınlarda çıxış oldu ana dilinin qorunmasıyla bağlı, ana dilinin saflığıyla bağlı. O elə bir söz işlətdi ki, bax ondan tutub getmək lazımdır. Deyir, əgər dilimizdə prezidentin İlham Əliyevin sözüdür, əgər dilimizdə öz əzəli sözümüz varsa, başqa dildən nəyə görə gətirək bu sözü? Görə indi bunu əməl edirlər. Mən bu son vaxtlar dillə bağlı bu müzakirələrə baxırdım. Heç birisi buna toxunmurdu. Hamısı zat keçirdi. Məsələn, bir televiziyada bir artıq tanınmış bir professor onun dilindən o nəyi deyirdi, nəyi müzakirə edirdi? Müəllim sözü ilə muavin sözünün düzgün tələffüzü. Mən gözləyirdim ki, deyəcək ki, bilirsiniz, bu müəllimi də, muavini də biz dilimizdən çıxardıb tullamalıyıq. Muavin nə deməkdir? Muavin yardım eləmək deməkdir. Yardımçı deməkdir daha doğrusu. Muavinət var. Hey, qulağımızı sağır eləyib. Muavinət. O da yardım eləmək deməkdir. Əgər bu sözlər varsa biz niyə bunları işlətməliyik? Bəs o zaman bunu kimlər işlətməlidir müəllim? Bugün deyir ki, muavin sözünü necə tələffüz eləyir? Hələ bir öyrədir. Hələ əvvəlcə düşünürdüm ki, əvvəlcə deyəcək ki, bu sözlərin əvvəlcə kökünə gedəcək. Bu nə sözdür ki, bunu biz düz tələffüz eləyək? Kökünə gedəcək, amma onu getməklə bunu necə tələffüz eləyək? Onda sən onu eləməlisən muallim, o birisini eləməlisən muavin. Yəni bunun televiziyadan bunun deməyin deyirəm. Yəni demək istəyirəm ki, bizdə bir devrim lazımdır dildə. Ümumiyyətlə hansı prezident göstərdi də yol deyir. Əzəli sözümüz varsa, nəyə lazım? Başqa sözlər o zaman ziyalıların və xüsusən yazıçıların bu dilimizin saflaşdırılmasının, təmizliyi uğrunda hansı rol ola bilər? İndi biz Sovet vaxtı xatırlayırıq, deyirik ki, rəhmətli Xəlil Rızanı bizə nümunə göstərirlər ki, Xəlil Rıza dilimizdə, danışıq dilində bir dənə rus sözü işlədən adamları o dostcasına cərməliymiş belə. Belə bir hərəkət əslində başladıbdır. İndi Xəlil Rızanı burada çox hörmətlə, ehtiramla yad edirik. Və bu gün ziyalıların biz həmən təpkisini görmürük. Bizdə bir, nə cür deyim, yaltaqlıq xəstəliyi mi deyim, nə deyim,
və yuxarıdan bir göstəriş olmasa hərəkət eləməmək deyim, bu yaranıbdır, bizdə var. Bununla mübarizə. Bir yuxarıdan da bayaq söhbət elədik, dedik ki, prezident ölkə başçı səviyyəsində dilin qorunmasıyla bağlı deyil, amma bu strukturlar var. Həmən bir həftə ərzində keçdilər, tez iclaslar elədilər, onunla da işlərini bitmiş oldu, çıxdı getdilər. Gözə yönlü bir şey deyirlər, yəni deyəm ha belə elə. Hamısı görürsən ki, dildən danışır, amma yenə xarici sözlər işlədirlər, ondan sonra o dildə də, bizim dilimizdə də. Bax, bu nə cür bunu eləmək lazımdır. Fazıl, bəlkə siz də müşahidə eləsin. Bu yaxınlarda kanalların birində, internet televizorların birində bu məsələni müzakirə edirdilər. Türk dilindən gələn sözlərə çox aqressiv yanaşma var. Məsələn, rus dilində, ingilis dilində biz tez-tez sözlər işlədirik, alınma sözlər işlədirik. Heç kimin ona təpkisi olmur, nəinki Türkiyə dilindən gəlmək. Biz ortaq türkçədən danışırıq, ortaq türk dilini yaratmaqla bağlı danışırıq, amma Türkiyə türkçəsindən bir söz işlədən kimi cəmiyyətdə çox ona aqressiv bir münasibət görürük. Bunun səbəbi nədir sizcə? Bizdə bilmirəm, biraz zat çoxu çıxmasa da o etnik qruplar var, onu deyim. Yoxsa əvvəlcədən o Türkiyə düşmən obrazı yaratmışdılar. Onun hələ demək olar ki, az olsa davam eləyir. Türk adı gələndə elə bir çoxlarının gözünə elə bir ki, zat iğnə batırırsan. Əslində bu Türkiyədən gəlmiş sözlərin 80% düzgündür, qəbul eləmək lazımdır. Onlar da bizdən qəbul edirlər. Məsələn, onlar anahtar deyirlər. Fransız sözündə açar işlədirlər. Açmaq verir. Açmaq sözləri. Yəni, demək istəyirəm ki, belə sözləri çox gətirə bilərəm. Misal, dillər qarşılıqlı olmalıdır və əsası da durmalıdır. O, türk sözlərinin işlədilməsi, dilin təmizlənməsi. Bu əsasda getməlidir. Onu eləyənlər səhv eləyirlər. Onlar mənə gəlir ki, Azərbaycana, bu yeniləşmiş Azərbaycana qarşı çıxan adamlardır. Bir qismi ola bilsin ki, İranın təsiri altında Türk ilə yanaşığı. O biri qismi Rusiyanın təsirində olanlar var. Rusiyanın təsirində olanlar türkçülüyə qarşı varsa çox gizli və dərin zətdə gedir o. Budur. Əlbəttə, əgər ona görə ki, Türkiyədə bu iş çoxdan başlayıb və onlar bir şey axtarıb tapırlarsa, onu demirəm o saat qəbul elə, amma bax, öyrən, görsən ki, bu köklənib, bu əski kökü gedib çıxır 1000 illərə, onda onu qəbul eləmək lazımdır. Bizdə indi bax, vəziyyət belədir. Çox və ağlamalı, gülməli bir. İndi biz bax, türk dillərindən də dedik, sözlər alınmalıdır. Bunun ən yaxşı yolu, bax, bu günlərdə elə Bakıda birinci Türkoloji Qurultayının 100 illiyi keçirildi. Biz 1926-cı ildə də toparlaşanda ortaq türk əlifbası, ortaq türk dilindən bağlı müzakirə edirdik və 100 il sonra da yığılıb yenidən həmən müzakirəni elədik. Və 100 il əvvəl bundan fərqimiz onda ibarət idi ki, vahid türk dili var idi. Onun məsələsini ortaya qoymuşdur. Amma bu gün ədəbi dil olaraq Qazax dili ayrıdır, Özbək ayrıdır, Azərbaycan dili ayrıdır, Türk dili ayrıdır. Yəni, Türk xalqları artıq bir neçə dillə bölünüb. Sizcə bunun gələcəyini necə görürük? Ortaq türk dili ilə bağlı, ortaq əlifbanı yaratmaqla bağlı biz daha nə qədər yol getməliyik? Bu sürətlə getsək çox gedirik, gedəcəyik, amma çox ləng. Bunu sürətləndirmək yollarını tapmaq lazımdır. Məsələn, Qazaxlar, biz deyirik mərkəzi un vermək. Mən Qazaxstana gedəndə gördüm yazılar, aralıq un verməyi. Aralıq. Və yadıma düşdü ki, doğulduğum kənddə də soruşanda nənəmdən ki, bəs əmim hara gedib deyir, aralığa çıxıbdır. Aralıq bizdə yəni orta mərkəz deməkdir. Demək istəyirəm, yəni belə sözlər çoxdur. Əslində şivələrimizdə, elə dialektlərimizin özündə də o sözlər, arxaik sözlərimiz var ki, unudulub. Amma bəzi ölkələrdə o işlənilir. Hətta ədəbi dildə də işlənilir. Onlar, məsələn, mənə elə də gəlir, sürətlə dilə gətirilməlidir. Gətirilməlidir, tamamilə doğrudur. Bizim dilçilər eləməlidirlər bunu, Dilçilik İnstitutu. Amma ki, uzun illər İqrar Əliyev ki, o rəhbəri elədiyi, o varıdır.
ağzını açana deyirdi Pantürküzdür. Mən mətbuatda işləyəndə o Sovet dönəmində ən çox mənim yazılarımı o qlavlit senzura saxlayırdı. Gedirdim ora və bu pantürkizmdir, türkçədir bu, öz sözümüzdür. Deyirəm ki, bu öz sözümüzdür də, mən yazdığım bizim öz sözümüzdür. Onlarla çox mübahisə eləyirdim. Yəni, onlar o dövrdən qalmış bir davam eləyir. İndi Fazil müəllim, demək dilin qoruyucularından biri də ədəbiyyatdır, yazarlardır. Və bugün sizin çox möhtəşəm bir əsəriniz ortadadır, Qaraqan trilogiyanız. Bu 44 günlük savaşdan sonra yazılıb da, belə deyək. Biz dəfələrlə deyirdik ki, Azərbaycanda bu Qarabağla bağlı əsərlər yaranmır, yaxşı əsərlər yaranmır. Məsələn, sizin belə bir gözəl əsəriniz bugün ortadadır. Sizcə ədəbiyyatımız bu zəfərimizlə bağlı, məsələn Qarabağla bağlı işıqlandıra bilibmi və necə işıqlandırmalıdır? Yox, işıqlandıra bilməyib. Mənim dostum var, Uğur adlı dostumdur. Qabaq Türkiyə səfirliyində işləyirdi. Bu mədəniyyət işlərinə baxırdı, mətbuata baxırdı. O vaxt mən biraz kəsin buyurun. Mən bu kitabı 25 illə yazmışam. 97-də başlamışam və birinci kitabı nəşr eləmişdim. 90-cı illərin sonlarında, 2000-ci illərin başlanğıcında nəşr eləmişdim. Və bir nüsxada ona vermişdi. O çox bəyənmişdi, hoşuna gəlmişdi. Və illər keçəndən sonra, 2 il bundan qabaq, Azərbaycana gəlmişdi. Məni axtardı, tapdı. Dedi ki, mən bir şey bilmək istəyirəm. O kitabın sonu necə oldu? Qəhrəmanların sonu necə oldu bu kitabın hamısı? Və mən ona verdim bu kitabı. O artıq deyir, mən Azərbaycan əlifbasını, Azərbaycan şivəsini öyrənmişəm, oxuyuram əməlli başda. O indi bir kino studiyada işləyirdi, orada ssenari işlərinə baxırdı. Sonradan mən bir gün sonra ondan məktub aldım. İnternetlə göndərmişdi. Dedi ki, mən oxudum axıra qədər. Çox razı qaldım və bizim şefə, o kino studiyanın rəhbərinə dedim ki, biz bunu çəkə bilərik. Filmləşdirə bilərik. Ki, Azərbaycan bu qədər böyük uğur əldə elədi, qələbə əldə elədi. 200 illik bir, nə cür deyirlər, ermənilərin bizə qarşı hücumuna nöqtə qoydu. Torpaqlarımızı azad elədi. Və eyni zamanda dünya tanıtdı ki, biz kimik. Və bizim Azərbaycan kişiləri başını aşağı dikirdi, yuxarı tuta bilmirdilər ki, məğlub olmuş xalq. Xalqımızın, kişilərimizin başını yuxarı qaldırdı. Belə bir savaşdan... Siz əslində əsir girovlarla bağlı komissiyada da vardınız da. Bəli, mən 10 il orada olmuşum. Burada, bu əsərdə onlarla bağlı, əsərlərimizlə bağlı... Var. Onlardan bəzi epizodlar var. Əslində, Fazil müəllim, bizim o əsərlərimizə çoxlu, indi 4000-dən də çox itkinimiz var hər halda, onların da talihi bəllidir. 3000 nə qədəri mənim... Bunlarla bağlı əslində bizim belə bir sambalı bir filmimiz də yoxdur. Yoxdur, qırıq var belə. Bunun üçün gərək birinci vəsait ayrılsın və bu işə seçilsin. Daha o saat tanışlarım, qohumların adın yox. Baxmaq ki, kim bu işləri bacarar. Mən indi sözüm yarımçıq qoydum. Bu Uğur sonra bizə məktub göndərdi. Dedi, nə edə bilərəm? Mən dedim, göndərin də məktub Azərbaycana. Azərbaycan aidiyyəti qurumlarına məktub göndərdi ki, biz istəyirik bu kitabı filmə çəkək. Gəlin əməkdaşlıq eləyək. Yəni, bu böyük qələbəni əks etdirən bu kitabdır. Amma heç bir cavab almadım. İnşallah, indi bizim indi sizin əsərlərinizdə, burada da Qarabağ məsələsinin, yəni bizim də çoxlu romanlarımız da var, yazarlarımız da Qarabağ məsələsinin hekayələri var. Bu sistemli şəkildə Qarabağla bağlı bir yaxşı filmlər çəkilməlidir. İndi əsərlərimizin başına gətirilən müsibətlər var ki, ermənilər bizim keçən əsrdə də neçə
dəfə bizə zülm ediblər və bunlar mütləq ekranlaşdırılmalıdır. Müasir dünyanın dili ilə dünyaya çıxa bilər. Azərbaycanın bugünkü adında dünya çıxa bilər. İndi sülh danışıqları gedir. Ola bilsin ki, Ermənistanla Azərbaycan yaxınlaşdı. Yenə də sülh müqaviləsi bağlayaq, yəni qonşu dövlət kimi işləyək. Amma ermənilərin tarixdəki zülmləri heç vaxt unudulmamalıdır. O bədii əsərlərdə, filmlərdə hər zaman onların üzünə vurulmalıdır, göstərilməlidir ki, onlar keçmiş tarixində əslində hansı işlər görürlər. Dünya onu tanısın. Dünya tanısın. Bu kitab Qara qan, qara sözünün türkçə 3 mənası var. Böyükdür, torpaqdır, bir də ki, bizdə olan rəng mənasındadır. Bu adı ondan götürüb. Qara qanın kim özü düşünsün. Böyük qan ya belə də anlamaq olar. Bunu. Burada mən demək olar ki, əsərin əsas o epizodlar, surətlərinin çoxu olmuş adamlardır. Şəhidlərdir, döyüşçülərdir, sonra qazilərdir. Oradan mən götürmüşəm. Bayaq dediyiniz o dövlət komissiyasında olanda orada işin içindeydim. Oradan da götürdüm faktları. Belə bir İndi 2-ci Dünya müharibəsi 45-ci ildə qurtarmışdı, amma ən yaxşı filmlər, ən yaxşı əsərlər elə ondan sonra yazılmışdı. Yəni artıq neçə illər, 10 illər keçəndən sonra biz də inanırıq ki, bütün yazarlarımız istəyir Qarabağdakı olan savaş dövründə olsun, istəyir Qarabağın itirilməsi dövrünü, istəyir sonrakı zəfər dövrünü öz əsərlərində və hətta bunun ekranlaşdırılmış formasında biz televizorlarımızda da, dünya ekranlarında da görəcəyik. Sizin 80 illiyiniz oldu yaxınlarda. Bu ərəfədə də əslində görüşmək istədik, alınmadık. Bu vaxtda sizdə bir daha təbrik edirik və sizdən yeni əsərlər arzulayırıq. Çox sağ olun. Mən bu saat bir əsər üzərində işləyirəm. Böyük devrim. Devrim, yəni belə çevirirlər onu inqilab kimidir, amma bu başqa cür devrim. Dünyanın altın üstünə çevirən devrim. Bunun üzərində işləyirəm indi. Burada həm devrim deyəndə həm toplumun devrimi, cəmiyyətin devrimi, fikir devrimi, bu da var. Təkcə o zəlzələ gəlməsin insanların fikrinə. İşləyirəm orada real hadisələri verməyə çalışıram. Mən sizə yeni yaradıcılıq uğurlar arzu edirəm və eyni zamanda möhkəm can sağlığı arzu edirik ki, yazıb yarada biləsiniz. Çox sağ olun. Mən də sizin bu kanalın tamaşaçılarından biriyəm. Çox doğru, düzgün yol tutmuşsunuz. Və həmişə deyirəm ki, niyə örnək götürmürlər bizim bir çox məşhur kanallarımız? Bu ruh ki var, gedirsiniz siz. Çox düzgün yoldur. Bizim bir böyük yolumuz var da, Türk yolu. O yolla gedirsiniz siz. Amma təəssüf ki, o müxtəlif əndirabadi şeylər elan kanallar var ki, görsən, adamın gözün yağır eləyir. Siz isə sakitcə, amma sözünüz sərrast onluğa vurur. Sizin amacınızı tamaşaçı görür o saat. Çox sağ olun. Biz də sizin xoş sözlərinizə layiq olmağa çalışacaq və biz elə hesab edirik ki, bütün ekranlar ziyalı sözü ilə nə qədər işıqlandırılsa, o qədər millətimiz üçün daha faydalı olacaq. Minnətdarıq sizə. Çox sağ olun. Çox sağ olun. Əziz izləyicilər, proqramımız çatdı. Xatırladım ki, bugünkü qonağımız Şərif Hüseyn alim, əməkdar jurnalist, yazıcı Fazil Güney idi. Sağ olun, salamat qalın.